Biz artıq keçid ala bilərik 3-cü panelimizə. Söhbət satış driverləri panelindən gedir. Odur ki, moderatorlarımızı və həmçində spikerlərimizi səhnəyə dəvət edirəm. Buyurun artıq, səhnə sizindir. Alqışlarınızı eşitmədim. Təqdim eləməliyəm. Özü də alqışlarınızla. Çünki gün ərzində çox böyük səbirsizliklə gözləyirdi səhnəyə çıxmağı və öz bələdiyyə panelini təqdim etməyi. Artıq şəklini görürsünüz. Samir Kərimovdur, 189 taksi və düşünürəm ki, ölkəmizdə çox kreativ və vizyonlu şəxslərdən biridir. Odur ki, onun təqdimatını səbirsizliklə gözləyirik. Buyurun Samir bəy, paneldə uğurlar arzu edirəm spikerlərlə birlikdə. Ümid edirəm, çox uğurlu, faydalı bir vaxt keçirəcəyik sizinlə birlikdə. Buyurun. İnşallah. Eşidilirəm. Düşündünüz ki, bu ağarır. Bizim bugünkü panelimiz satış driverləridir. Və bu 10 saniyəlik bir misalla satış driverin bir nümunəsini göstərmək istədim sizə. Məsələn, gözlənilməzlik və ya intriga ki, adətən gözlənilir ki, hansı bir moderator və ya spiker dərhal danışmağa başlayacaq səhnədə. Çalışacaq bugün fərqli driverləri, nümunələr göstərək. Ümumiyyətlə, satış driveri nədir? Kim necə başa düşür onu və ya anlayırsınızmı? Əllər varmı? Satış driver. Aha, buyurun siz deyin. Elə qışqırın. Yox, mikrofon verin sizə. Mikrofon varmı? Mikrofon. Gözlənilməzlik faktoru, görürsünüz. Xodlanacaq, narahat olmayın. Bəli. Bütün təqdimat belə gedməyəcək. Satış driverləri, yəni satışı irəli aparan həmlələr və ya faktorlar və ya təsir edən amillər. Tamamilə doğru. Əla, təşəkkür edirəm. Misal üçün başqa bir misal gətirim. Mən artıq 3-cü dəfə forumda iştirak edirəm. Marketing forumda və satış forumda 2-ci dəfədir. Məni nədənsə həmişə axırıncı panelə salırlar. Bilmirəm, ya o qədər sakit, belə maraqsız danışıram ki, cəmaat onsuz da yorulub və ondan sonra belə bitirək çıxışı. Amma alqışlasaz məni, mən də fikirləşəcəm ki, bu belə deyil. Manipulyasiya. Bu da ikinci satış driveri. Mən manipulyasiya elədim və sizi alqışlamağa vadar elədim. Üçüncü misal, məsəl üçün, indi alqışlayarsınız, kimlər alışı, belə deyək, ehtiyac olmayan vaxtı sadəcə özümü sevindirim deyə alış-veriş eləyir. Alqışlayın, kimlər var belə adamlar. Aha, haradasa zalın yarısı. Bu emosiya satış driveridir. Çünki əksər hallarda biz emosional qərar veririk. İlk panellərdə spikerlər, Sərvan bəy moderator vurğulamışdı ki, iki cür qərar olur, rasional və emosional. Əksər hallarda biz emosional qərar veririk və şirkətlər bunu bilir və çalışır ki, bizi bu emosiyalara çıxartsınlar və həmin emosiyaları satsınlar. Məsəl üçün, ən tanınmış misal Apple şirkəti. Apple heç vaxt telefon özünü satmır. Kimdə Apple var? Alqışlayın zəhmət olmasa. iPhone. Zalın yarısı haradasa. Ehtimal eləyirəm ki, siz onun funksionallığına görə almamısınız. Bəlkə də onun 80% funksionallıqdan
xəbəriniz də yoxdur. Amma sizə o emosional bax, emosional emosiya ki verir ki, məndə iPhone var, siz müəyyən bir artıq Apple community-nə daxil olursunuz, Android-çilərlə spor eləyirsiniz daimi olaraq və o emosional faktor, yəni şirkətlər daimi olaraq həmin emosional faktordan istifadə edir. Mən çox danışa bilərəm, amma sizi yormayacağam və spikerləri səhnəyə dəvət etmək istərdim. Birinci spikerimiz tanınmış, bəlkə də tanınmış supermarketlərin şəbəkəsinin marketinq direktorudur. Onların bir sloganı var, mən əvvəlinə deyim, siz də ardını deyin. Siz harda? Tamamilə doğru. Ramil Ağayev, Ramil bəy. Ramil bəy haqqında maraqlı fakt, mən illərdir edə bilmədiyimi bir il ərzində Ramil bəy elib, 30 kilo arıqlayıb. Məncə, ən azı buna görə alqışlamaq lazımdır Ramil bəyi. Buyurun Ramil bəy. İkinci spikerimiz, adətən biz marketinq agentliyi haqqında düşünəndə, düşünürük ki, haradasa bir 5-10 nəfərlik bir şirkətdir, 2 dənə dizayner, 3 dənə isimləmişik. Amma növbəti spikerimiz ölkədə bəlkə də ən böyük marketinq agentliyinin direktorudur. Son məlumata görə bugün aldıq. 95 işçi var artıq həmin şirkətdə və 95 kreativ işçini idarə etmək nə qədər çətindir düşünürəm. Nahid bəy, zəhmət olmasa, Media Balan şirkətinin direktoru. Və düşünürəm ki, bizim tədbirimizin belə o tortun vişinkası olur. O üçüncü spikerimiz. Mən təhsilimi rus dilində almışam və türk seriallara da baxmıram. Ona görə türk dilinə danışmaq və ya başa düşmək məndə bir çətinlik yaranır. Amma həmin adamla bir 10 dəqiqəlik bir Google Meet-lə bir bağlantı yaratdıq. 10 dəqiqə ərzində elə gözəl, səmimi söhbət elədik ki, mən düşünürəm ki, həmin adam öz biliklərini, marketinq haqqında biliklərini nəinki mənə, hətta o 2 yaşlı uşağa da belə çatdıra biləcək marketinq haqqında biliklərini Ənvər bəy, zəhmət olmasa, anladırdı. PepsiCo şirkətinin gəlirlərin artımı üzrə direktor. Ənvər bəy, təşəkkür edirəm, buyurun.